canın sağ eləsin. Bu günləri məni gətirişin. Sarxan Allah köməyin olsun. Sən mən. Allah sənin rüzvət, sağ, bərəkət versin. O mənim bir şəhidim mövzuna bak qardaşım. Sağ olsun, yol. Ana maşınımız qaldı orada da sağ. Sağ ol. Dediyim kimi hal-hazırda Sarxan qardaşım gətirmişlər, var olsun. Maşınımız qaldı. Maşınımız qaldı Ağalkənddə. Görək onun neyini. Sağ ol, şəhidimiz. İsmailov. Karabağımda düşman at oynadı Araz boyunca. Kalbim kan ağlayır bu genç yaşımda. Gel boyuna kurban ay vatan ol. Kalbim kan ağlayır bu genç yaşımda. Gel boyuna kurban ay vatan ol. Şuşa yaylağını siz duman aldı. Kar bülbülünün gözleri doldu. Kopkana meşesi saçılıyor. Gel boyuna kurban ay vatan ol. Şuşa yaylağını siz duman aldı. Kar bülbülünün gözleri doldu. Kopkana meşesi saçılıyor. Gel boyuna kurban ay vatan ol. Gel boyuna kurban ay vatan ol. Bugün bir qəhrəman atası kimi şəhidimiz İsmailov Ahmet Eldaroğlu çok güzel bir iş yapmış. Veteranlarımıza can sağlığı, Allah ordumuzu korusun, Allah sənin də köməyin olsun. Çox sağ ol. Borcumuzdur, gəldik. Yəni hava şəraitinə baxmadan borcu bilərək sevə-sevə gəlmişik. Şükür Allah, haqq dalı isə gedərsənsə Allah səni nə yolla olur olsun aparıb ora çıxardacaq. Bax bu gün də bir qəhrəman atası kimi Gülverən əmidən söz götürmək istəyirdik. Onun bir oğlu şəhid, o biri övladlar da hal-hazırda vətəni qoruyurlar. Biz də bir qəhrəman atası kimi istərdik ki, Gülverən kişi bugünkü gündə bir iş gəlmədiysin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün Ahmet balamızın cənnətdə mövlüdü mübarək olsun deyirəm. Atanasına səbir diləyirəm, Eldar qardaşıma səbir diləyirəm, bütün şəhid atanalarına səbir diləyirəm. Hal-hazırda bizi qoruyan qarlı günlərdə əsgər zabitlərimiz uzun ömür can sağlığı diləyirəm. Bura gələn qardaşları da, ziyarət edən qardaşları da hörmətlə, onlar da şəhidimizin mövlüd gününü anmağa gəliblər, sağ olsunlar. Təşəkkür edirəm Eldar qardaşımın adından. Kərbalaziyim, sizə təşəkkür edirəm. Siz də bu soğuk gündə çəkib bizi işıqlandırdınız, sizə təşəkkür edirəm. Borcumuz bizə.